Ağsu, Tovuz və Cəlilabaddan sonra Qubada da ixtisarların aparıldığı deyilir. Məlumata görə Quba rayon İcra Hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib. Oxu-az yazır ki, İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bildirilir ki, işdən çıxarılanların 31-i kənd inzibati ərazi dairələri üzrə nümayəndə müavinləri və nümayəndəliklərin baş məsləhətçi, baş mühasibləridir. Digərləri isə İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıblar. Bundan bir neçə gün əvvəl Ağsuda 14, Tovuzda 43, Cəlilabadda isə 38 əməkdaşın işdən azad edildiyi xəbər yayılmışdı. Azərbaycanda ötən ilin sonundan etibarən müxtəlif qurumlarda ixtisarlar aparılır. Prezident İlham Əliyev yaxın zamanda 10 dövlət qurumunun ləğvi ilə bağlı fərmanlar imzalayıb. İxtisarlar nəticəsində Bakı metropoliteni, Bibi Heybət gəmi təmiri zavodu və təbib kimi qurumlarda yüzlərlə insan iş yerini itirib. İşdən çıxarılan şəxslər isə bildirirlər ki, onlara alternativ iş yerləri təklif olunmur. Məsələ Milli Məclisdə də qaldırılıb. Deputat Fazil Mustafa fevralın 2-sində keçirilən iclasda deyib ki, ixtisara düşən şəxslər üçün ya alternativ iş yerləri yaradılmalı, ya da sosial müdafiə mexanizmləri işə salınmalıdır. Onun sözlərinə görə, bəzi hallarda vəd edilən yönləndirmələr praktikada öz təsdiqini tapmır.